Azərbaycanın rayonlarında fevralın 23-də əsasən gecə və axşam saatlarında, 24-də bəzi yerlərdə hava şəraitinin ara bir yağıntılı olacağı proqnozlaşdırılır. Yeni Sabah məlumat verir ki, bu haqda Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Fevralın 21-də paytaxtın Suraxanı rayonu hava limanı şosesində Buta Palasın yaxınlığı yeni quraşdırılan elektron məlumat sürət tablolarının üzərində olduğu metal konstruksiyada son tamamlama işləri ilə əlaqədar sözügedən yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilərək istiqamətlər dəyişdiriləcək. Son xəbər.az xəbər verir ki, bu haqda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Qeyd edilib ki, məhdudiyyət 21 fevralda saat 00-dan 05:45-ədək hava limanı yolundan, hava limanı körpüsündən Koroğlu metro stansiyası istiqamətində, 02-dən 05:15-ədək isə Koroğlu metro stansiyasından Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən hava limanı istiqamətində tətbiq olunacaq. Ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən Mərdəkan şosesindən gələn sürücülər Izıq şosesinə, şəhər istiqamətindən gələn sürücülər isə Suraxanı rayonu Xanlar Ələkbərov və 14 iyul küçəsinə istiqamətləndiriləcək. Bundan əlavə, sürücülər şəhərdən hava limanı istiqamətinə alternativ olaraq 8 noyabr prospektindən Izıq yoluna keçməklə də hərəkət edə biləcəklər. Son xəbər.az xəbər verir ki, bu haqda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Qeyd edilib ki, məhdudiyyət 21 fevralda saat 00-dan 05:45-ədək hava limanı yolundan, hava limanı körpüsündən Koroğlu metro stansiyası istiqamətində, 02-dən 05:15-ədək isə Koroğlu metro stansiyasından Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən hava limanı istiqamətində tətbiq olunacaq. Ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən Mərdəkan şosesindən gələn sürücülər Zığ şosesinə, şəhər istiqamətindən gələn sürücülər isə Suraxanı rayonu Xanlar Ələkbərov və 14 iyul küçəsinə istiqamətləndiriləcək. Bundan əlavə, sürücülər şəhərdən hava limanı istiqamətinə alternativ olaraq 8 noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.